Həm oğlunun yanında mən maşında yatır olmuşam. Burada bunu heç kim, burada bu avtoqəza hamının başına gələ bilər. Hamının balasının qabağına çıxa bilər. Hər bir şoferin hamısının qabağına çıxa bilər. Mənim də valla başqa sənə yenə də bu dəqiqədə yenə də özüm isə, yəni o qədər dərs hiss edirəm ki, burada insan həyatı həll olur da. Mən istəyərdim ki, mənim kimi seçsən, qabağıma çıxsın, kimisə balasını seçsən, o həyatdan köçsün. Əgər onu mən istəmişəmsə, o elə mənim öz balam qabağına çıxsın. Ta bunu kim nətər başa düşdü. Mən heç bir vaxt, heç kim öz balasına, Yasin'dən də, valideynlərindən də, banasından da, anamızdan da, bacılarımızdan da, bütün hamısından çox üzr istəyirəm ki, mənim başqa cür heç kim, yəni o cür fikirləşməsin ki, mən o səviyyəli insan deyiləm. Mən bu dünyada istəyirsən, varlı ol, istəyirsən kasıb ol, bu dünyada yaranan insanlar hamısı bu dünyadan köçür. Hər şey Allah'a məxsusdur, Allah'ın yazısına pozu yox. Nə o rəhmətlik, o balamız gəlib, bilsəydi ki, belə bir hadisə olacaq, nə o bu yolu gəlib çıxmazdı, nə də mən bu yolu gəlməzdim. Olub da Allah'ın qazasıdır. Allah o dünyasını versin, Allah qəni rəhmət eləsin. Amin. Vallahi Allah'a and olsun, mən heç bir vaxt, heç kimin pis şeyinə sevinən insan olmamışım. Məni tanıyan ağsaqqalda, məni tanıyan Cavanda, bütün Azərbaycan xalqı məni tanıyanlar hamısı məni bilir ki, mən hansı bir insanam, insanlarla da nətər davranıram. Gənə bir daha Allah o balamıza qəni rəhmət eləsin. O da mənim öz qardaşım balasıdır, öz bacım balasıdır. Mən onu elə qəbul edirəm. Burada kimsə, o xahiş edirəm, o mətbuatda kimsə onu görürsə, onu o qaydada onu efirə buraxmasın. Əgər vicdanlar varsa vicdanla ki, hamı yazsın ki, Allah rəhmət eləsin. Allah o dünyasını versin. De sabah biz de öylesiyik. Biz dünyanın tutturası deyilik. Biz heç kimdən nə artıq deyilik, nə də əksik deyilik. Allah yaratdığı insanın hamısının ömrün Allah yazır. Biz heç kimiş ki, biz Allah'ın qarşısında biz duraq nəysə səcdə edəyək. Allah qəni rəhmət eləsin. Amin. Həm oğlunun yanında mən maşında... Baxın, avtobuslara baxın, xahiş edirəm. İçi bomboşdur. Baxın. Baxın, bomboş. Niyə? Çünki hər kəs taksi ilə gedir.